Bugün avtomobil sahəsində mühüm dəyişikliklər gündəmdədir. Ölkədə illərdir istifadə olunan etibarnamə sistemi ləğv oluna bilər. Hazırda bu məsələ ilə bağlı müzakirələr də aparılır və qərar qəbul edilərsə, gələcəkdə avtomobilin idarə edilməsi və satışı yalnız rəsmi qeydiyyat və sənədləşmə əsasında həyata keçiriləcək. Gəlin ardını sujetdən izləyək. Etibarnamə sistemi yeni avtomobili başqa şəxsə idarə etmə hüququ ilə vermək uzun illərdir sürücülər arasında geniş yayılıb. Lakin bu praktika bir sıra problemlər yaradır. Hüquqi məsuliyyətin kimdə qalması bəzən aydın olmur. Cərimələr və vergilər isə hələ də avtomobilin rəsmi sahibinin üzərinə düşür. Avtomobillərin etibarnamə ilə satılması müəyyən müddətdən sonra avtomobili alan şəxsə problemlər yaradırdı. Belə ki, etibarnamənin müddəti bitdikdən sonra həmin şəxsdən yenidən ikinci etibarnamə almaq çətinliyi yaşaya bilirdi və yaxud da ki, satan şəxs dünyasını dəyişibsə, yenidən onun varislərini tapmaq, onlardan etibarnamə almaq problemləri var idi. Əgər avtomobilin sahibi deyil, başqa bir şəxs idarə edən zaman qayda pozursa, təbii ki, bu zaman cərimə avtomobilin sahibinə gəlir və o da avtomobili idarə edən şəxsə deyir, cəriməni həmin şəxs ödəyir. Ekspertlər bildirirlər ki, BMT-yə üzv olan 193 ölkədən yalnız biri Azərbaycanda bu sistem hələ də mövcuddur. Avtomobilin idarə edilməsi üçün tələb olunan etibarnamənin ləğv olunduğu ölkələrdə yalnız 3 sənəd, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat sənədi və sığorta şəhadətnaməsi tələb olunur. Yeni sistem ölkəmizdə də tətbiq edilərsə, avtomobilin bütün hüquqi məsuliyyəti artıq faktiki sahibin üzərinə keçəcək. Bu da şəffaflığı və təhlükəsizliyi artıracaq. Bugün Azərbaycanda car-sharing sistemi mövcuddur. Vətəndaş müəyyən olunmuş ərazidən avtomobili onlayn qaydada kirayələyir. Həmin avtomobili sürərək başqa yerdə saxlayıb təhvil verir və bunun üçün xüsusi yazılmış və təsdiq olunmuş etibarnaməyə ehtiyac yox. Əgər bu sistem belə işləyə bilirsə, etibarnaməsiz avtomobili idarə etmək mümkündürsə, belə çıxır ki, artıq bugün vətəndaşlarının avtomobili idarə etmək üçün bir-birlərinə verdiyi etibarnamə də öz aktuallığını itirir. Elektron qeydiyyat, rəqəmsal xidmətlər və asan xidmət üzərində aparılan əməliyyatlar bu vasitəyə ehtiyacı minimuma endirib. Hazırda bizim ölkəmizdə elektron hökumət fəaliyyət göstərir, hər şey onlayn, məsafədən həll edilir, texnoloji həlləri mövcuddur, müasir innovasiyalardan istifadə olunur. Ona görə düşünürəm ki, əgər etibarnamələrin verilməsi ləğv edilsə, hər hansı bir problem olmamalıdır. Bu məsələ mərhələ ilə həll edilə bilər. Yol hərəkəti haqqında qanunda da, İnzibati Xətalar Məcəlləsində də, digər qanunvericilikdə də müəyyən dəyişikliklər həyata keçirilə bilər. Elə sürücülər də etibarnamənin ləğv edilməsini müsbət qarşılayırlar. Dünyanın bir çox ölkəsində artıq etibarnamə belə deyək də tarixə qovuşub. Bizim də ölkədə olsa, bu ləğv olunsa daha gözəl olar. Əlavə xərclərdən azad olarıq. Əlavə vaxt itkisi, müəyyən rüsumlar ödəməli olursan, deyək ki, mən qardaşımdır, qardaşımın adındadır maşın, götürdüm, sürdüm, etibarnamə tələb edirlər, yəni cərimə yazırlar. Buna görə, yəni, qardaşa avtomobili etibar etmirsə, etibarnamə ilə verirsə, yəni, məncə biraz gülməli çıxır. Mən elə şey əvvəldən də xoşlamıram ki, mən sizə maşın verim, daveriniz verim, getsin, harasa gəlsin, yox. Ancaq özüm sürüm, qaldı ki, xoşum gəlir ki, maşın alanda promoy maşını öz adıma keçirdim, başqa heç nə. Etibarnamələr eləncik olsa daha yaxşı olar, ləğv olunsa daha yaxşı olar. Çünki həmişə lazım olan bir şeydir də, bir də görürsən, hansısa bir yerdəsən, maşın lazım olanda qohum-əqrəbəyə deyərsən, uzaqbaşı sürüb gətirə bilər, harasa sürüb gedə bilər. Hansısa qohum-əqrəbəyə maşını vermək olmur sürməyə, lazım olanda harasa gedə bilmir. 5 dəqiqəlik maşın sürməkdən ötürü gərək 2 saat, 3 saat gözləyəsən ki, etibarnamə alasan. Yəni, olsa elə bir şey çox yaxşı bir şey olar. Yeni sistemdə hər bir avtomobilin real sahibi dövlət bazasında aydın şəkildə görünəcək. Bu həm vergi, həm də cərimə sistemində ədaləti təmin edəcək. Ailə üzvləri və dostlar arasında avtomobilin sərbəst istifadəsinə də şərait yaranacaq. Beləliklə, etibarnamənin ləğvi təkcə bir sənədin aradan qaldırılması deyil, avtomobil bazarında və idarə etmədə yeni mərhələnin başlanğıcı olacaq.